Salam dəyərli abituriyentlər və rəsm həvəskarları. Birinci dərsimizdə akademik rəssamlığa giriş və təsviri sənət müəllimliyi ixtisası üzrə hazırlığın təməl biliklərini öyrəndik. Orada karandaşlar və digər vasitələri öyrəndik. İndi isə təməl biliyə aid olan artıq quruluşa keçid alırıq. Mən belə bir fiqurdan natürmort seçmişəm, hansı ki kürə və kubdan ibarətdir. Burada gördüyümüz kimi biz öyrənəcəyik fiqurların mərkəzləşdirilməsi və düzgün xətlərin qurulması komponovkadan bəhs edəcəyik. Bu dərsimizdə hələ ki biz fiquru bugün öyrənmirik, bu dərsimizdə öyrənmirik. Gələn dərslərimizdə artıq fiqurların hər birini ayrı-ayrılıqda tədris edəcəyik. Keçid alaq mərkəzləşdirməyə. Mərkəzləşdirmədə ilk növbədə bilməli olduğumuz şey nədir? Bizim vərəqimiz istənilən ölçüdə ola bilər və biz bu vərəq üzərində orta xətti tapmalıyıq, mərkəz xəttini tapmalıyıq. Bu mərkəz xəttini tapmaq üçün uzun karandaşdan və yaxud da fırçadan istifadə edə bilərsiniz. Mən karandaşım uzun olduğuna görə, vərəqim də kiçik ölçüdə olduğuna görə elə karandaşdan istifadə edəcəm. Mərkəz xəttini taparkən ortadan, vərəqin ortasından təxmini bir nöqtə təyin edirik və o hissəni ölçürük. Gördüyümüz kimi sol tərəf biraz daha böyük gəldi, yəni bu deməkdir ki, sağ tərəf daha böyükdür. Ona görə biraz daha sağ tərəfi balacalaşdırmalıyıq. Yenə müəyyən qədər fərq yaranır. Və mərkəzi tapdıq. Mərkəzi tapdıqdan sonra eyni ölçünü, hansı ki bu ölçünü götürüb aşağıdan qoyuruq. Və istəsəz bu ölçünü götürüb ortadan da qoya bilərsiniz. Amma elə də böyük bir ehtiyac yoxdur. Böyük vərəqdə ehtiyac ola bilər. Məndə vərəq kiçik olduğuna görə rahatlıqla düz xəttimi çəkirəm. Bu mərkəzləşdirmədir. Yəni, hər hansı bir fiquru biz qurarkən onu mərkəzə yerləşdirməliyik. Nəinki bir fiqur, hətta bir neçə fiqur yerləşdirəndə də hər birini mərkəzləşdirməliyik. Və biz dediyim kimi ilk növbədə tək fiqurların yerləşdirilməsini, sonra isə bir neçə fiqurun, iki fiqur və yaxud da üç fiqurun vərəq üzərində düzgün şəkildə, düzgün komponovka, düzgün perspektiv şəklində qurulmasını öyrənəcəyik. İlk növbədə mərkəzləşdirməni öyrəndik, orta xətti çəkdik. Bundan sonraki prosesimiz biz düz xətləri çəkməyə öyrənməliyik. Düz xətləri necə çəkəcəyik? Hansı ki, burada gördüyümüz kimi mən iki nöqtə qoydum və iki nöqtəni birləşdirdim. Deyək biz məsələn kub çəkirik, kubun bir düz xəttini çəkməliyəm. Ölçülərlə təyin elədim, bu ölçü sistemində dediyim kimi izah eləyəcəyik gələn dərslərimizdə. İki nöqtə qoyduqdan sonra bu xətti birbaşa çəkirik. Qırıq-qırıq deyil, birbaşa. Xətti nə qədər düzgün çəkmək istəyirsinizsə, bir o qədər birbaşa xəttlərdən istifadə eləməlisiniz. Yox, əgər çevrə çəkiriksə, dairə çəkiriksə, bu zaman isə düzgün şəkildə biz praktika eləməliyik, əlimiz öyrəşməlidir kürə çəkməyə. Bu da bizdə kürəni çəkərkən, silindiri çəkərkən, konus çəkərkən bizə kömək edəcək ki, daha rahat, düzgün şəkildə biz formanı ortaya çıxarda bilək. Və sizə məsləhətim odur ki, dayanmadan praktika eləyəsiniz, iki nöqtə qoyasınız və bunu düzgün şəkildə birləşdirəsiniz. Yenə, məsələn, bu nöqtədən bu nöqtəyə bir birləşmə edirəm, buranı. Qırıq-qırıq xəttlərdən istifadə edə bilərsiniz, amma hansı şərtlərdə? Bir xəttin üzərindən gedərək. Yox, biz əgər xətti belə qırıq-qırıq aparsaq, o zaman bizim xəttimiz düzgün olmayacaq və bu bizdə akademik səhv kimi görsənəcək. Amma ən əsas məsələ mərkəzləşdirmədir. Mərkəzləşdirmə ilk növbədədir. Yəni, biz mərkəz xəttimizi birinci tapmalıyıq. Bu birinci hissədir. İkinci hissə isə artıq fiqurun yerləşdirilməsidir ki, biz onu üçüncü dərsimizdə kürə ilə
başlayacağıq və orada biz həmçinin perspektivi, işığın düşmə bucağını və digər mövzuları öyrənəcəyik. Dediyim kimi dayanmadan biz xəttlər çəkməliyik. Uzun, qısa və həmçinin dairələr. Bu isə bizim əlimizi öyrəşdirəcək digər fiqurları çəkməyə. Məsələn, bir oval çəkək, yenə düz xətt çəkirəm və bunun üzərində bir oval çəkirəm. Bu ovalı yatay formada da eləyə bilərsiniz, yəni əyri formada da eləyə bilərsiniz, düz formada da eləyə bilərsiniz, biraz da əyilmiş formada eləyə bilərsiniz. Bunun səbəbi nədir? Biz məsələn bir oval çəkirik və bu ovala görə bunun 90 dərəcəlik bucaq altında bir silindr qura bilərik. Və yaxud da, daha doğrusu konus qura bilərik, silindr də həmçinin qura bilərik. Ümumiyyətlə, müəllimliyin və yaxud da akademik rəssamlığa girişin təməli fəza fiqurlarıdır. Biz fəza fiqurlarını düzgün şəkildə qurarıqsa, bu zaman rəssamlığa da düzgün şəkildə giriş eləmiş olarıq. Bu günlük bu qədər. Digər dərslərimizdə artıq biz fəza fiqurlarının təməli olan kürənin quruluşu ilə başlayacağıq və onun vərəqdə düzgün şəkildə mərkəzləşdirilməsini öyrənəcəyik. Təşəkkür edirəm. Digər dərslərdə görüşənədək.